Flora xalanın gülüşü ilə başlayır hər şey. Elə bir həyətə istilik düşür. Sonra yoldaşı ilə güllərin yanında sakit bir söhbət. Kəndin ən gözəl romantikası. Mürvət əmi torpaqla, güllərlə məşğul olur. Flora xala isə nənəyə şal verir. Sadə bir hədiyyə, amma içində böyük sevgi. Həyatın gerçək tərəfi. Qurban kəsilir, hazırlıq başlayır. Amma maraqlıdır ki, bu qədər işin içində belə gülüş kəsilmir. Flora xala əti göstərib bəh-bəh edir. Ab-hava yenə yerində. Kim nə bacarırsa onu edir. Mən şişləri yuyuram. Leyli bibi tərəvəzlə məşğul olur. Biraz da musiqi səslənir. Flora xala gil oynayır. Həyat elə budur. Yorulsan da oynamağa səbəb tapırsan. Balaca şəlaləmiz də səhnədə süpürgə ilə öz aləmində. Uşaqlığın ən gözəl halı. Sonra manqal, tüstü, kababın qoxusu, əziyyət sevgi ilə qarışanda dadı başqa olur. Bu sadəcə bir gün deyil. Bu birlikdir, doğmalıqdır, həyatın ən gözəl halıdır.